Model Səmranın fikri mənim də diqqətimi cəlb etdi. Maraqlı bir fikir söyləyib. Demək, bunu klipə dəvət ediblər ki, gəl klipimizdə çəkil. O da ki, təbii ki, qonorar istəyib, vermək istəməyiblər qonorar. İndi bu modeldir də, bu model xanım toya getmir, rəqqasə deyil ki, toyda gedib oynasın. Müğənnilər hamı gedir. Biz də bilirik ki, pul da qazanırlar, kifayət qədər, nə bilim, gözəl qonorarlar olur. Heç toy demək olar ki, bütöv də ifa etmirlər də. Yarım saata bilirik ki, qonorarları nə qədər olur. Demək, Miss Azərbaycanın qalibi Səmra Hüseynova. İndi təbii ki, şəklini mən də qoyacağam. Bu xanımdır. Çox dilli, dilavəri xanımdır. Bu xanımı mən çox sevirəm də. Bilmirəm niyə. Həmişə düz danışır. Həmişə düz danışır, həqiqəti deyir. Belə açıqlaması da, yəni demək, marağa səbəb olub. Ölkən nöqtə az xəbər verir. Demək, onu dəvət ediblər. Onların bir adlarını çəkən qalmaqallı model Sevinç Səmra Rəhimli xalq artistinin Mirusum çəkilişi üçün istədiyi 1000 azil qonorardan boyun qaçırtdıqlarını deyib. Boyun qaçırdıblar xanıma verməkdən pulu. Mövzu klip çəkdirməyə gələndə 1 manat pul vermirlər. Müğənnilər Sevinç Səmra Rəhimli dedilər ki, klipimə qarşılıqlı çəkil, istədiyim pulu vermədilər. Mən modeləm, çörək yemirəm, işim çəkilişdir. Necə qazanım? Hələ xalq artisti sənətini sevdiyim Yusif. Belə, yəni mən 1000 manat istədim, vermədi və deyir ki, həmin müddətdə xəstə idim. Mənə pul lazım idi, çox pul lazım idi iynə dərman almağa. Pul vermədilər. Səmra xanım, Allah sizi qorusun, yaxşı qızsınız.